Salam dəyərli izləyicilərimiz, sizlər üçün bu videomuzda deməli təxmini bir 8-9 ədəd brilyant modelin çıxarışı olan, daha doğrusu oxşarları olan bujuteriyalar göstərəcəm. Həqiqətən özünüz görəcəksiniz ki, demək olar heç seçilmir. Birinci məhsulumuzu baxın. Bu məhsuldan başlamaq istəyirəm. Rus qızıl rəngdir, kənarları, ortasının qaşları çox parıltılıdır. Kənarları da qaşla işlənmə, baxın belə bir modeldir. Qiyməti 15 manatdır bunun. Sizi yormadan ikinci məhsulumuza keçmək istəyirəm. Belə bir firuzə qaşlı, kənarı ağ qaşlarla işlənmə dəstimizi göstərirəm. Deməli, sırğalar, sonra üzük. Qeyd edim, bizdə mağaza yoxdur, onlayn fəaliyyət göstərir. Nömrəmizdə aşağıda qeyd olunub sifariş üçün. Baxın, belə bir modeldir, 15 manat, üzük və sırğa. Sonra bu modellərin belə deyək də gözü olan ən çox satdığımız məhsulu göstərirəm. Belə bir safir məhsuldur. Safir dəst. Deməli, bura nə daxildir? Bir ədəd üzük. Baxın, üzüyün ölçüləri 18-də 20 ölçüyə qədər var. Sonra qolbaq və sırğası. Bu dəstin qiyməti cəmi 25 manatdır. Rus qızıl rəngdir. Keyfiyyətləri çox əladır. Baxın, belə bir məhsuldur. Sonra dördüncü məhsulumuzu göstərirəm. Belə bir firuzə qaşlı üzük sırğa dəstimizdir. Rus qızıl rəng. Üzüyün ölçüləri 18, 19 və 20 ölçüdür. Qiyməti 13 manatdır bu dəstin. Kimə hansı məhsul lazım olsa, zəhmət olmasa sıxın eləyib atsın WhatsAppda. Baxıb məlumat verək. Sonra dördüncü məhsulumuz belə bir üzük sırğa dəstimizdir. Qiyməti 15 manatdır. Ağ qaşla işlənmə, rus qızıl rəng. Sonra növbəti məhsulumuz üzük sırğa dəstimizdir. Bu da həmçinin. Bu da yəqin ki, bu məhsulun brilyantlarını görmüş olarsınız, mən bildiyim qədər. 15 manata üzük və sırğa. Angliski zamok. Sonra növbəti məhsulumuz belə bir qırmızı qaşla işlənmə üzük, sırğa və klon dəstimizdir. Baxın, qiyməti 17 manatdır. Qırmızı qaşlı, üzüyün ölçüləri 18-dən 20 ölçüyə qədər var. Bu məhsula klon da daxildir, gördüyünüz kimi. Və sonuncu dəstimiz az sayda olan yantar dəstidir. Deməli, qiyməti 23 manata. Baxın, sırğası, gördüyünüz kimi, üzüyü və sep klonu. Qiymət 23 manat. Zəhmət olmasa, əziz və dəyərli izləyicilərimiz, bacardığınız qədər fikirləri bildirin, rəylərinizi yazın və abunə olun. Bizlərə dəstək olmağınız bizim üçün çox vacibdir. Hər birinizə öncədən təşəkkürlər.